Valideyn olaraq övladınız üçün hər şeyin ən yaxşısını istəyirsiniz. Onun dərsləri, paltarları, əlavə hazırlıqları, kursları ilə maraqlanırsınız. Amma onun necə danışdığı, özünü necə ifadə etdiyi çox vaxtı nəzərinizdən qaçır. Hər 10 nəfərdən 9-u qətiyyən bu haqqda düşünmür. Halbuki bu uşağın gələcəkdəki ən güclü və fərqləndirici silahıdır. Çünki sabah sizin övladınız akademik biliyi yüksək olan minlərlə, digər gənclərlə rəqabətə qoşulacaq. Onları geridə qoyub parıldamaq üçün ən vacib üstünlük nitq mədəniyyəti, aydın ifadə və cəsarətli ünsiyyət bacarığıdır. Diksiya Akademiyasına gələn yüzlərlə uşaq və yeniyetmə çox vaxt özünə qapanmış, çevrəsində ciddiyə alınmayan ya da məktəbdə lağa qoyulan şagirdlər olur. Amma onlar düzgün danışmağı, səhnədə durmağı, fikrini cəsarətlə çatdırmağı öyrəndikcə dəyişirlər. Əziz valideynlər, əgər övladınıza bir fürsət vermək istəyirsinizsə, ən vacib bacarığı öyrətməklə başlayın. Danışmağı. Diksiya Akademiyası övladınızı gələcəyə hazırlayan danışıq məktəbidir. Çünki nitq dəyişir, uşaq da dəyişir. Yaxşı danışın, övladınıza da Azərbaycanca yaxşı danışmağı öyrədin. Çünki indi Azərbaycan dili dəbdədir.